Salam, hər vaxtınız xeyir olsun. Dünən Instagram səhifəsində paylaşmışdım ki, bu gün üçün atəşfəşanlıq fikirləşirəm. Reaksiya aparacaqdım, o da alınmadı. Niyə alınmadı? Xüsusən də axşama salacaqdım ki, alov aydın şəkildə görünsün. Hidrogen qazının alınması reaksiyasını aparacaqdım. O da bunun üçün netlə alüminium folqaya ehtiyac var idi. Alüminium folqa və net hər ikisində var idi. Sadəcə alüminium folqanı axtardım, tapa bilmədim deyə reaksiya xəyallarım suya düşdü. Amma istəmədim bu gün boş qalsın. Onun başqa bir videonun əvəz edəcəm, başqa bir mövzu ilə. Sizin üçün maraqlı olan başqa bir məlumatla. 9-cu sinif kitabında biz artıq hər bir elementi haqqında ayrı-ayrılıqda məlumat keçirik. Və burada elementlərdən söhbət gedir. Hansı ki, qələvi metallardan rast gəldim. Qələvi metallar mövzusunda. Yeri gəlmişkən qələvi metallara birinci qrup metalları, litium, natrium, kalium, rubidium, sezium elementlərə aiddir. Onların təyinində rast gəldim ki, yazılmışdı ki, natrium elementinin birləşmələri yanarkən alovu sarı, narıncı rəngə boyayır. Kalium elementinin birləşmələri isə yanarkən alovu bənövşəyi rəngə boyayır. Bir də dəmir, sink kimi əlavə yarım qrup metalları var idi ki, bu metallar da yanarkən xırda qığılcım şəklində alovu rəngləndirirlər. Elə görünür yanarkən. Mən də düşündüm ki, məlum məsələ bizim məktəblərdə heç laboratoriyada maddələr yoxdur. Qaldı ki, mən onu evə gətirəm, evdə tapam. Bunun üçün də fikirləşdim ki, hardan əldə edə bilərəm, necə əldə edə bilərəm. Və ağlıma gəldi ki, məlum məsələ çay sodası istifadə edirik. Natrium hidrokarbonat tərkibində yəni natrium var. Həmin çay sodasının. Kaliumu harda tapa bilərəm? Ağlıma gəldi ki, külün tərkibində var. Kaliumlu gübrələr adlanırlar. Yəni kül həmin sahədə istifadə olunur kaliumlu gübrə kimi. Və dəmiri nə edə bilərəm, necə əldə edə bilərəm? Bir neçə ay bundan qabaq həkim dəmirlə, sinklə zəngin dərman preparatı yazmışdı. Gətirdim həmin dərmanı da qəşəngcə əzdim. Həqiqətən də işə yaradı, yəni əziyyətimə dəydi. Bir dərmanı heyf elədim, amma yəni işə yaradı da ən azından. Nəysə gətirdim, spirtdən istifadə elədim. Spirti yandırdım. Daha sonra isə ardıcıl olaraq birinci çay sodasını əlavə elədim. Çay sodasını əlavə eləyəndə tərkibində natrium var deyə alov sarı rəngə boyandı. Alov sarı rəngə boyandı, biraz narıncıya çalan. Daha sonra söndürdüm, yenidən təmizlədim, yenidən spirt əlavə elədim, yandırdım, üzərinə kül tökdüm. Dediyim kimi, külün də tərkibində kalium elementi var və kalium elementi də bənövşəyi rəngə boyayır. Amma əslində elə də aydın görünmədi. Yəni nə qədər baxsam da, sadəcə diqqətlə baxsaz, qıraqda spirt yanan yer, hissə, sərhəd mavi rəngdədir. Spirtdən az-azıq içəri baxanda görəcəksiniz ki, bənövşəyi rəng müşahidə olunur. Daha sonra isə gətirdim həmin o dediyim dərmanı. Üzərinə əlavə elədim. Dərmanın da içərisində dəmir, sink var. Tökərkən həqiqətən də görəcəksiniz ki, qığılcım şəklində xırda qığılcımlarla alovun yanması prosesi baş verir. Danışacağım bu qədər. Bundan sonra isə artıq qalır videonun digər hissəsinə.